Hüseyn müəllim, torpaqda əkin və kokobitdə əkinin fərqi nədir? Torpaqda əkin, təbii əkin deyirik biz buna. Yəni torpağın tipinə uyğun, qidasına uyğun, ona uyğun becərmə tətbiq olunur. Kokobitdə, yəni torpaqsız əkində isə adından məlum olduğu kimi müəyyən substratlarda, məsələn, kokobitdə əkirik. Həmin şəraitdə mütləq şəkildə gündəlik özümüz tərəfindən hazırlanmış, tələb olunan qidanı bitkiyə verməliyik. Torpaqda əkində isə torpağın tərkibində olan qida maddələrinə uyğun olaraq əlavə yemləməni deməli torpağa da veririk. Amma bir şey var ki, burada torpaqda becərilənlərin problemi ondadır ki, torpaqda əksəriyyətlə müəyyən xəstəliklərin, virusların yayılması üçün, yaşaması üçün bazadır. Amma kokobitdə becəriləndə bu nisbətən az olur. Yəni idarə etmədə torpaqsız əkinlər daha asan, eyni zamanda məhsuldarlıq yüksək. Amma bu mənim devizimdir ki, torpaqda becərilən bütün keyfiyyət göstəriciləri torpaqsız becərmədən həmişə üstün olur.